Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılıb. Proses bugün, yəni iyun ayının 3-ü saat 11-dən etibarən başlayıb və 10 iyun saat 11-ə kimi davam edəcək. Müəllim işləmək istəyən şəxslər bugündən etibarən MİQ.EDU.AZ saytından digital logon əldə etməklə qeydiyyatdan keçə və müəllimlərin işə qəbulu imtahanında iştirak edə bilərlər. Bilirsiniz ki, müəllimlərin işə qəbulu imtahanında iştirak ödənişlidir və Nazirlər Kabinetinin qərarına əsasən ödənişin məbləği 60 manat təşkil edir. Amma bu ödəniş hamı üçün deyil, istisna şəxslər var. Bunlar müsabiqədə ilk dəfə iştirak edən şəxslər, şəhid ailəsinin üzvləri, əlilliyi, müharibə veteranı olan şəxslər, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan şəxslər bu müsabiqədə ödənişli iştirakdan azaddılar. Yəni onlar ödəniş etmirlər. Digər şəxslər isə 60 manat rüsum ödəməklə müəllimlərin işə qəbulu imtahanında qatıla bilərlər. Həmin deməli kateqoriyaya daxil olan şəxslər elektron informasiya sistemləri üzərindən yoxlanılacaq. Yəni söhbət o ödənişdən azad olunan şəxslərdən gedir. Elektron informasiya sistemləri üzərindən yoxlanılacaq və onların ödənişdən azad olunduğu təsdiqlənəcək. Beləliklə artıq proses başlayıb. Bugündən iyun ayının 3-dən saat 11-dən başlayıb və iyun ayının 10-na kimi davam edəcək.